Salamünaleyküm əzizlərim. Görürsünüz ki, hovuzu yuyuruq. Hovuzu yuyursunuz belə bu qaydada. İndi baseyndir, hovuzdur sizdə, kəndir, belə bir şəkildə də indi sizdə hovuz gedir orada. Hovuzu yuyandan sonra mütləq filtr qoymaq lazımdır. Çünki dövlətdən gələn su çoxsu qumludur. Bu şəkildə görsəniz, axırda hovuzun diblərdə hamısı qum olur. Çalışın hovuzu yuyandan sonra filtr qoyun. Filtrin şəklində qoyacağım indi sizə. Filtr qoyun ki, hovuzsuz bu gündə düşməsin. Bu şəkildə filtrlər qoyulur. Filtrləri yerləşdirirəm, baxın. Bu şəkildə filtrlər qoyun. Qoy filtrləriniz hovuzu təmiz saxlasın. Təmiz saxlamadıqca, bu sizin sanlikdir. Şüşə sanlik deyirlər. Nasosun içərisində olan şüşə sanliklərin içində qum yığılır bu qaydada. Bu qaydada qum başlayır saniki zaklit eləyir, başlayır kırçatkaların hamısını dağıtmağa, kırçatkaları qırmağa. Mütləq bu şəkildə eləməyin. Bu şəkildə filtr qoyun. Bu filtrin köməyi ilə sizin sanliklər, kırçatkalar, abratlı klapanlar, bu da obisi nasosda partlayıb şüşə sanlik qumun səbəbindən zaklit olunub bu şəkildə partlayıb. Partlayır. Ondan sonra da abratlı klapanların arasında qum yığılır, başlayır abratlı klapan su buraxmağa. Yuxarıda təzyiq qalmır. Mənim məqsədim sizi maarifləndirməkdir. Əzizlərim, reklam deyil. Abratlı klapanlar, sanliklər, kırçatkalar hamısı dağılır. Çalışın, baseyni yuyandan sonra filtrlərinizdən istifadə edin. Filtr qoyun, filtrdən sonra da şar var, bilənçinə suyun açıb bağlayan da paplavok deyirlər. O paplavokdan sonra filtr, sonra paplavok gəlir. Baseyndən sonra su tökülür və baseyn suyu təmiz qalır. Reklam eləmirəm. Prosta çalışın, bu filtrlərdən istifadə edin ki, yəni sizin asoslarınıza uzun müddətli olsun. Xidmət göstərin öz işinizə. Hələlik, sağ olun. Hələlik.